Təbii ki, Azərbaycanın artan gücü və inkişafı, eləcə də ölkədə hökm sürən siyasi sabitlik bəzi ölkələri qıcıqlandırır və bu siyasi paxıllığın nəticəsidir ki, Azərbaycana qarşı tarix boyu məkirli siyasət yürüdən İran yenə də öz çirkin əməllərindən geri çəkilmir. Əksinə, bu regionda terror küləyi əstirməkdə qərarlı görünür. Bunu həm də batmaqda olan Molla rejiminin çırpıntıları kimi də qəbul etmək olar. Bismillahirrahmanirrahim. Böyük Allahın adı ilə. Əslində materialı müqəddəs kəlamla başlamağımın əsas məqsədi hər zaman Azərbaycana və onun müstəqilliyinə təhdidlər dolu çıxışlar edən və fiziki təsirdən belə çəkinməyən İranın xüsusi dairələrinin, ayətullahların yadına Allaha və onun böyüklüyünü salmaqdır. Allaha inam, nə qara geyinib şeytan libas olmaqdır, nə də ki milyonlarla dindaşını insani haqq və hüquqlardan məhrum etməkdir. Nə də ki, əli müsəlman qanına batan kafiri sinəsinə basıb ona hər cür dəstəkdə bulunmaq deməkdir. Xüsusilə son günlər Molla rejiminin artan aqressiyası sanki Allahın qəzəbinə gəlmiş və yolunu azmış bir kimsənin çırpınışlarına daha çox bənzəyir. Jurnalist yazıcı Rafiq Tağının öldürülməsi, əyətullahların vaxtaşırı fətvaları, Azərbaycanın internet məkanına edilən təcavüz və nəhayət Azərbaycan ərazisində başqa millətlərdən olanlara qarşı terror həyata keçirmək və sabitliyi pozmaq cəhdi kimi faktlara az sonra toxunacam. Hələlik isə bu dövrədək İran tərəfindən Azərbaycan türkünün başına gətirilənləri ayətullahların və mollaların nəzərinə çatdırmaq daha yaxşı olardı. Bəlkə bundan sonra böyük olan Allah onların da yadına düşdü. Əvvəl Azərbaycan adlı məmləkətin 200 ildir ki, acı çəkməsinə bais olan 1818 və 28-ci illərdəki Gülüstan və Türkmənçay müqavilələri özünü Azərbaycan türkü sayan hər bir fərdin qan yaddaşında silinməz izlər buraxıb. Yenə də qanı və canı hesabına 20-ci əsrdə 3 dəfə Cənubi Azərbaycanda baş verən inqilabların vəhşicəsinə yatırılması və nəhayət 20-ci əsrin sonunda şimalda Azərbaycanın yarısı olan müstəqil Azərbaycanın yaranması İranın yuxusunu ərşəyə çəkən əsas hadisə oldu. Bu paxıl qonşu siyasətidir, yoxsa öz varlığına hər zaman şübhə və inamsız yanaşan molla siyasəti, hər halda 35 milyonluq Azərbaycanlı reallığı qılınc kimi İranın başı üzərindən asıldığını molla rejimi açıq aydın hiss edir. Xəzəri Mazandaran gözündə görən xəbis siyasətin nəticəsidir ki, Azərbaycana qarşı hələ müstəqillik dövrünün ilk illərində bu dövlətdən təhdidlər gəlməyə başladı. 1992-ci ildə Azərbaycanda İslam inqilabına cəhd, yenə 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə vasitəçilik həmləsi və Tehran görüşündən bir neçə gün sonra Şuşanın və Laçının işğalı. Bu problemi bölgə dövlətləri özləri həll etməlidir deyən Molla rejimi dövlət olaraq özünə belə hörmət edib İrəvanın etibardan sui-istifadə siyasətinə təsir etmədi. 1994-cü ildə əsrin müqaviləsi imzalanan vaxt hər cəhdlə bu proses pozulmağa çalışıldı. Xəzərdə Azərbaycana məxsus gəminin saxlanması və ardından Azərbaycanın hava sərhədlərinin mütəmadi olaraq pozulması halları, yalnız Türk ulduzlarının Bakı səmasında nümunəvi uçuşu və Ankaranın sərt mesajlarından sonra təhdidlər dayandırıldı. Xəzərin hüquqi status məsələsində Azərbaycanın marağına zidd siyasət yürütməsi, 2009-cu ilin aprelində BMT-nin baş məclisində Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələ müzakirə olunarkən İran yenə də erməniləri qırmamaq üçün bir tərəf qaldı. Bir faktda xatırladım ki, Azərbaycanı İsraillə əlaqələrə görə təhdid edən Molla rejimi görəsən bilirmi ki, 1992-ci ildə BMT Təhlükəsizlik Şurasında 822 saylı qətnamə qəbul olunarkən Təhlükəsizlik Şurasının sədri İsrail idi. Və erməni işğalına qarşı bu qətnamənin qəbulunda İsrail xüsusi pay sahibi idi. Hansı ki, həmin vaxt İranın vasitəçiliyi ilə Şuşa və Laçın işğal olundu. Və ən son olaraq İran prezidenti Əhməd-Necad İrəvanda ermənilər bizim qan qardaşımızdır, biz qohum millətik bəyanatı səsləndirəndə İslami həmrəylik və İslami dəyərlər harada qaldı? Məyər kafirə, əli müsəlman qanına batmış birisinə yardım etmək həqiqətən müqəddəs kitabımızda məqbul buyurulub? Molla rejiminin bu siyasətinin nəticəsidir ki, Ermənistanda prezidentlər hər çıxışında İranla olan 45 kilometrlik sərhəddi həyat yolu adlandırır. Bu faktları uzatmaq da olar. Hər halda olanlar böyük Allahın diqqət və nəzərindən kənarda deyil. Bir sözlə, dindən və onun müqəddəs dəyərlərindən uzaq düşən mollalar nəyin hesabına olur olsun Azərbaycan adlı dövləti sarsıtmaqda maraqlıdır. İran Anti-Azərbaycan fəaliyyəti göstərən çoxsaylı informasiya resurslarına malikdir. Onların bir qismi İslam ideyalarının təbliği və dini maarifləndirmə adı altında İranın dini ideologiyasını və radikal dini ideyaları yayır. Digər qismi Azərbaycan həqiqətlərini təhrif etmək, Azərbaycanda gedən prosesləri qara rəngdə göstərmək, cəmiyyətdə ziddiyyətlər, qarşı durma yaratmaq istiqamətində əməli fəaliyyət göstərir. Son terror cəhdi göstərdi ki, İran Azərbaycanla bağlı siyasətində informasiya təxribatından əməli təxribata keçib. Belə ki, Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq küllü miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində ifşa olunaraq yaxalandı.
Azərbaycan vətəndaşları Əliyev Rasim Fərailoğlu, Hüseynov Əli Əlihəmzoğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusi ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İranın Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əli Səfoğlu İranın xüsusi xidmət orqanları ilə cinayət əlaqəsinə girərək Bakıda fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd, yəni terror akt etməyə hazırlıq işləri aparıb. Bu məqsədlə qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edilərək İrandan Azərbaycana gətirilib. Məni burada İranın Milli Təhlükəsizlik Nazirliyi saxlayır da məni. Deyirlər ki, bəs bu işi sən görməlisən.